Sağlam insanların 33%-i tələf olacaq. Xərçəng tam sağalan bir xəstəlikdir. Səbəbi də bəllidir, hər şey də bəllidir. Qəsdən insanlara demirlər ki, insanlar qırılıb ölsün. Beynəlxalq imperialistlər və onların yerli tulaları bəşəriyyəti qırmaqla məşğuldurlar, həmçində Azərbaycan xalqı. Heç kəsə maraqlı deyil sizin sağlamlığınız. Marketdən heç nə almaq olmaz, yalnız və yalnız həkim deyil, taxtabaş biorobotlar. Həkimlər çox vaxt sağaltmır. Çünki onlar hamısı doğrudur. Rəsmi protokol hamısı yalandır. Hansı ucuzdursa onu ala bilərsiniz. Heç bir bahalı variantını da onların almayın. Hamısı eyni zibildir. Kababdır, şirin çaydır, xəngəldir, malatı, quzatı, sənəyə şirniyyatı, bir də drojla olan, yəni maya ilə olan məmulatlar olmaz. Bizə müraciət edən ilkin xəstələri biz 90%-ni kömək eləyə bilirik. 1 qəpikdir. Mənim elə ki 100 min, 1 ilə 100 min xəstədən 90 mini düzəlib. Xərçəngin ən doğru müdafiəsi xəstələnməyəsən deyə nələri yeyək ki, bunu qarşısına alsaq, çox sadə şeylərdir. Ümumiyyətlə, bütün xərçəng xəstəlikləri növündən asılı olmalaraq çox rahat sağalır. Amma Salam, hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Bizim həkimdəsiz, bizim həkimin bu dəfəki qonağı Valiologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəri, valioloq, həkim İbrahim bəy Əsədlidir. İbrahim bəy, xoş gördük. xoş gördük. Necəsiz? Sağ olun, çox sağ olun. Siz necəsiz? Yaxşı olasınız. İbrahim bəy, xərçəngin fəsli varmı? Yəni insanlar ən çox hansı fəsildə xərçəngə daha çox yoluxurlar? Çox yaxşı sualdır. Açığı birinci dəfədir belə suala rast gəlirəm. Deyirəm, yox. Xərçəngin mövsumu yoxdur. Niyə? Xərçəng xəstəliyinə iki cür yanaşma var bu dünyada. Biri rəsmi yanaşmadır, biri doğru yanaşmadır. Rəsmi yanaşma şişin özünlə maraqlanır və çalışır ki, hər hansı biri ona təsir eləsin. Ya kəssin əməliyyatla, ya zəhərləsin kimya ilə, ya yandırsın şua ilə. Şiş nətər yaranır, nə üçün yaranır? Rəsmi onkologiya bunu bilmir və təəssüflər olsun ki, bilmək də istəmir. Buna baxmayaraq, son 100 ildə 500-dən çox üsullar var. Xərçəngin tam müalicəsi texnologiyası var. Xərçəng tam sağalan bir xəstəlikdir. Səbəbi də bəllidir, hər şey də bəllidir. Qəsdən insanlara demirlər ki, insanlar qırılıb ölsün. Ona görə də bu xəstəliyə yanaşma və anlam tam sıfır səviyyəsindədir insanlarda. Həkimlərdə isə onlar həkim deyil, onkologlar, biorobotlardır. Taxtabaş biorobotlardır. Onları bu yaxınlarda süni intellekt tam əvəz eləyəcəkdir. Onlar kiməsə belə lazım deyil. Xərçəng daxili ekologiyanın, ahəngliyin, enerjinin pozulması nəticəsində yaranan bir haldır. Bu insanın yaşam tərzindən, qida tərzindən, düşüncə tərzindən, onun qorxularından, həyəcanlarından asılı olan bir vəziyyətdir. Ona görə də bu mövsümə aid deyil. Mövsümə aid ola bilər müəyyən infeksion xəstəliklər, mövsümə aid olan bilər insanların immunitetin zəifliyib yüksəlməsi məqamı və s. və s. Deyək ki, revmatizm xəstəliyi, vərəm xəstəliyi və digər infeksion xəstəliklər, amillər var ki, müəyyən dövrlərdə yaz payız aylarında bunlar misal üçün şey olur. Deyək ki, bağırsaq xəstəlikləri insanlar başlayır yuyulmamış meyvə tərəvəzləri filanlar istifadə edir, bağırsaq problemləri yay ərəfəsində arta bilər. Qış ərəfəsində soyuqlamalar, don vurmalar, şaxta vurmalar filanlar ola bilir deyə bu vəziyyətləri müəyyən bir mövsümlə əlaqələndərmək olur. Amma xərçəng onlardan deyil. Xərçəng insanın daxili ekologiyasının, daxili mühitinin, daxili enerjisinin pozulması nəticəsində yaranmış bir halı mövsümə bağlı deyil. İnsanın bunun müalicəsi insanın özünün dərk eləməsindən irəli gəlir. O zaman belə çıxır ki, xərçəng xəstəliyinin sağalmasında bədbinliyin və ya nişbinliyin bu və ya digər formada çox ciddi təsirləri var. Çox böyük təsiri var. Çox böyük təsiri var və elmdə hətta onların istifadəsi var və onların xüsusi adları da var. Misal üçün bir xoş arzu, niyyət, fikir varsa da boş bir şey versən də belə, maddi bir şey olmasa da belə, insanlara onu versən belə, onlar buna xoş niyyətlə inansa, 33% insanlar sağalır. Buna da deyirlər plasebo effekti. Eyni effekti əgər insana desən ki, sən
sağalmayacaqsan, pis niyyəti onu yönəltsən və sağlam insanların 33% o bədbinliyə inanıb tələf olacaqdır. Buna da deyirlər nocebo effekti. Elə insanlar var ki, həkimə əli çatmır və yaxud da imkanı zəifdir və türkə çarə üsullarla müalicə olunmağı üstün tutur. Soruşmaq istəyirəm ki, türkə çarə üsullarla müalicə effektiv olurmu? Doğrudur. Həkimlər çox vaxt sağaltmır. Yardım eləyə bilir, amma sağaltmır. Ümumiyyətlə, rəsmi onkologiyada sağalmaq məqsədi yoxdur. Yardım eləyirlər, əməliyyat eləyirlər, kimya vururlar, şua eləyirlər, amma sağaltmaq deyil. Türkə çarə, bunu biz hərfimi başa düşək, yaxud da ki, açıqlayaqmı? Deyək ki, türkə çarə olan Rusa çarə deyil, Çinə çarə deyil. Yəni, qeyri-ənənəvi üsullarla da? Yaxşı, ənənəvi söhbətdə dedin, gəl bunu da xırdalayaq. Ənənə nəyə deyilir? Deyək ki, bir şey ki, 10 ilin tarixçəsi var, bir şeyin də 100 il tarixçəsi var, bir şeyin də 1000 il tarixçəsi var. Hansı ənənəvi sayılır? Təbii ki, 100 il, 1000 il tarixi olan daha ənənəvi sayılır. Eləmi? Və onda niyə onkologiyada 100 ildə olunanlar sayılır rəsmi və ənənəvi, 10.000 il tarixi olan qeyri-ənənəvidir? Maraqlıdır, artıq sizin cavab verə biləcəyiniz bir şey deyil. Mən cavab verirəm. Niyə? Çünki beynəlxalq imperialistlər və onların yerli tulaları bəşəriyyəti qırmaqla məşğuldurlar, həmçində Azərbaycan xalqını. Və bütün elmi əsaslarını təhrif eləyiblər, bütün sahələrdə, həmçinin də onkoloji sahədə. Qəsdən bunu təhrif eləyiblər. Təsəvvür eləyin ki, xərçəngin müalicəsində 10.000 illik, 5.000 illik, 1000 illik təcrübəsi olan üsulları qoyurlar qırağa, deyirlər ki, yox, bu doğru deyil. Dünənki uşaqlar, o birisi faşistlər orada burada konslagerdə eksperiment aparıb zəhərli maddələri insanın damarını yeritmək deyirlər, bunlar rəsmidir. Əlbəttə ki, siz türkə çarə dediyiniz, mən belə deyim də, türkə çarə nəyə deyilir? Rəsmi protokollara daxil olmamış. Onlar hamısı doğrudur. Rəsmi protokol hamısı yalandır. Ona görə də insanlar var ki, bir dənə çətənə yağ içməklə sağala bilir. İnsanlar var ki, bir dənə inanıb sodanı içməklə sağala bilir. Biz burada bir sürü şeyləri yığmışıq. Bütün o 500 üsul bunlar hamısı burada yazılıbdır. Xüsusi sənətli film də var. 90 saatlıq bir filmdir, xərçəng haqqında həqiqət. Amerikanlı jurnalistlər çəkibdi bunu. Və tam bunun sağalma yolları hamısı bəllidir. Qiryəlinlə sağalma necə? Mümkündürmü? Yəni, belə bir müalicə üsulu varmı? Var, amma hamı sağalmır. Bəli, biz bilmirik nə ilə o şərtlənir. Onda orqanizm cavab verirdi o suala ki, nə ilə sağalacaq? Əslində biz də eləməliyik onu. Tədqiqat aparmalıyıq. O tədqiqatlar hardasa 1-2 milyard dollardır. Kimdə onu verə? Sizin üçün bu nədir? Sovet hökuməti Kommunist Partiyasıdır ki, xalqın və zəhmətkəşlərin qayğısına qalsın. Kapitalizm sistemidir. Heç kəsə maraqlı deyil sizin sağlamlığınız. Nə farm firmalara, nə həkimlərə, nə müəssisələrə, heç kəsə sizin sağlamlığınız lazım deyil. Siz məhvə məhkumsuz və öləcəksiniz də. Əgər ayıq-sayıq diqqətli olmasanız, özünüzə diqqət yetirməsəniz, sağlamlığınıza diqqət yetirməsəniz, həqiqətlərə diqqət yetirməsəniz. Buradan gəlinən nəticə odur ki, yəni mən belə başa düşdüm ki, əslində marketdəki qidaların əksəriyyəti elə xərçəng mənbəyidir. Birbaşa yox. Birbaşa yox. Dolayısıyla indi izah edeyim niyə görə elədir. Baxın, əgər sizin sağlamlığınız kiməsə maraqlı deyilsə, ona görə sizin sağlığınıza görə heç kəs heç nə eləməyəcək. Dərhal sizi öldürmək də sərf eləmir, amma sizi sağlam eləmək də sərf eləmir. Bunu çox gözəl bir iri farmakoloji şirkətin baş meneceri, top meneceri izah eləyibdir. Deyir ki, biz dərman satırıq, onunla qazanırıq. Kapitalizmdə hamısı gəlirdi. Düzdür? O da deyir ki, bizə ölü də sərf eləmir, ölü bizdən heç nə almır. Sağlam da sərf eləmir, sağlam da heç nə almır. Bizə xroniki xəstə lazımdır ki, daima bizdən dərman alsın. Ən hər gündəlikdə istifadə edən insanlar nə istifadə edir? Bir qidaları, bir də gigiyenik vasitələr. Ona görə onlar elə vəziyyətdə qoyurlar ki, onlar sizi daima xəstə eləsin. Onlar da hardan bunu eləyir? Marketlərdən. Çünki marketlərdə özlərininkidir. Ona görə marketdən heç nə almaq olmaz, yalnız və yalnız kimyəvi vasitələr. Yəni, sanitar qovşağını təmizləmək, belə şeylər. Oradan ala bilərsiniz marketdən, ən ucuz variantdan, hansı ucuzdursa onu ala bilərsiniz. Heç bir bahalı variantını da onların almayın. Hamısı eyni zibildir. Amma qida məsələsində marketdən heç nə almayın.
əl-xüsusda sənaye üsulundan hazırlanmış. 91-ci ilə kimi eləmək olardı. 91-dən sonra əks inqilab baş verdi. Kapitalizmdir deyə qətiyyən icazəsi yoxdur. Ondan sonra gedin, təbii bazardan, kimsə tanıdığınız bir kənd məhsulları istehsalçısı varsa da oradan birbaşa ala bilərsiniz. Xərçəngdən müalicə dərmanlarının qiyməti hazırda olduqca çox bahadır. Bu o deməkdir ki, yəni əgər pulun yoxsa və ya kasıbsansa elə ölməlisən. Burada belədir də vəziyyət. Deyək ki, bir preparatı vasitəçilər çıxardırlar, farmasevtlər. Onlar buna xeyli pul sərf eləyirlər ki, sonra təzədən pul qazansınlar. Və onlar müalicə üçün deyil, amma deyək ki, ağrı kəsici. Biri 5 qəpiyə buraxır, biri 10 qəpiyə, biri 1 manata, biri 10 manata, biri 1000 manata, biri 10.000 manata. Deyək ki, 10.000 manata buraxılan ağrı kəsici hesab olunur ki, daha yaxşıdır da, düzdürmü? Amma son nəticədə onun effekti nədir? Sadəcə keyfiyyətli ağrını kəsmək. Düzdür? O nədir? 1000 manat verdin, sağaldın? Yox. Deyək ki, kimyasal maddələr. Əvvəlcə deyirlər ki, bu adi kimyadır. Sonra adını marketinq gedişatı qoyurlar, ağıllı kimya. Sonra adını qoyurlar target, hədəf. Nə bilim, sonra nə, sonra nə, sonra nə. Onlar nəyə xidmət edir hamısı? Bir dənə preparat var, 120.000 dollardır. Güya nə qarır ki o? Heç nə deyiləm. O 3 qəpilik eləyəni bu deyilir. Eyni ağrı kəsicidir, eyni baş aldatmaqdır. Eyni müfəqqəti tez bölünən hüceyrələri yığışdırmaqdır. Amma krealin var, 1 qəpikdir. Onunla neçə, mənim elə bir ki, 100.000, 1 ilə 100.000 xəstədən 90.000-i düzəlibdir. 10.000-i düzəlməyibdir, mən bilmirəm niyə düzəlməyibdir. Statistikam yox, tədqiqatım yox, filanım yox, o birisi yox. Kimsə də bir maraqlı deyil bunu eləməyə. Amma bir var ki, 1 qəpiklik dərman, hansı ki 100% xeyirlidir, amma ziyanlı deyil də, belə deyək ki, zəhərləmir. Amma ya xeyir eləyəcək, ya xeyir eləməyəcək. Bir var ki, 1 qəpiklə risk eləyirsən, bir də var ki, 100.000 dollarla risk eləyirsən. 100.000 dollar verməyib 98% tələf olunur, 1 qəpik verib cəmi 10% tələf olunur. Hansı yaxşıdır? Rəsmi onkologiya cəmi 2% insanları sağaldır, doğru onkologiya 90-95% insanları sağaldır. Rəsmi onkologiyada Amerikada heç olmasa 200.000 dollar çıxır bir ilə, bizim yanımıza gələn xəstələrdə heç olmasa bir 10.000, 15.000 dollar çıxır. Hansı yaxşıdır? Bizim insanlarsa çox qəribədir. Onlar elə bilirlər ki, 10.000 manat, 15.000 manat verməklə 100% bunlar sağalmalıdırlar. Niyə sağalmalısınız? Sizin sağlığınız kimə nəyə lazımdır ki? Əgər İbrahim həkim sizə doğru yol göstərirsə, o demək deyil ki, siz onu hələ gedə bilirsiniz. Gedə bilənlər sağalır. 1000 kilometrlik yoldur. Kimsə onun 100 kilometrini gedir, kimsə 999 gedir. Kimsə də 1000-ni də gedir, sağalır. Bəs xərçəngdən tamamilə sağalma mümkündür? Əlbəttə. Bir var ki, səhv yola gedirsən, bir də orada get, bir də qayıt, elə düz yolun enerjisini orada sərf eləyirsən. Deyək ki, Gəncə istiqamətinə getmək istəyirsən, dönürsən cənuba, deyək ki, Astara yoluna. Sonra səhvi başa düşüb, təzədən qayıdırsan, bir də gedirsən Gəncə istiqamətinə. Bakıdan bir Astaraya get, bir qayıt, elə bir Gəncə yolu eləyirmi? Həmən ora yolda xərclənən zaman, benzin, qidalanma filan. Düzdürmü? Eyni kim bizə siftədən gəlirsə, biz doğru istiqamət veririk. Bu istiqamətdə gedir, tez sağalır. Bir də var ki, gedirlər, kimyasal alırlar, zəhərlənirlər, əməliyyat olunurlar, şua olunurlar, nələr olunurlar. Sonra da zamanı gedir, pulu tükənir, canı gedir, ümidi gedir, hər şeyi gedir. Gəlir deyir ki, İbrahim həkim yerdə, göydə Allah yerdəsən. Mən peyğəmbər deyiləm və olmaq da istəmirəm. Mənim dediyim həqdir. Kim həqqə vaqifdirsə, o da sağalır. O məşhur bir filmdə deyildiyi kimi, yəni Kərbəlayı İsmailin dediyi kimi, bizim topumuz, topxanamız yoxdur, yəni laboratoriyamız yoxdur, amma Avropada var. Avropada populyar xərçəng növləri hansılardır, Azərbaycanda hansılardır? Yəni bu növlərdən hansı daha ölümcüldür, hansından daha tez sağalmaq mümkündür? Burada xərçəngin xəstələnmə strukturu böyük bir John Campbell'ın tədqiqatında ortaya qoyulubdur. O Çin ərazisi üzrəndə bunu aparandan sonra tam göstəribdir. Burada siz Avropanı deyirsiniz, amma mən ümumi geniş götürürəm. Şəhər əhalisinin strukturu fərqlidir, kənd əhalisinin strukturu fərqlidir. İnkişaf eləmiş ölkələrin sənayələşmə, industrializasiya yüksək olan, informasyon yük olan cəmiyyətlərin strukturu fərqlidir.
digərlərindən fərqlidir. Nədir burada fərq? Şəhərdə yaşayan insanlarda ən çox problemlər ağciyər xəstəlikləridir, ağciyər xərçəngidir. Qadınlarda süd vəzidir. Bir də mədə-bağırsaq problemləri. Bu birinci növbədədir. Yəni qalxan var Və filan o sonra gəlir. Kənd əhalisində yaşayanlarda daha çox bağırsaq problemidir. Ümumiyyətlə 3 xəstəlik var planetdə, aparıcı xəstəlik. Bunlar da üçü də siyasi xəstəlikdir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, bir də xərçəng. Bunlarının siyasi niyə görə xəstəliklərdir? Çünki səbəbi də bəllidir, müalicəsi də bəllidir. Qəsdən müalicə eləmirlər. İnfeksion xəstəliyi var, vərəm. Bu sosial xəstəlikdir. 16 il vərəmdə işləmişəm. Səbəbi də bəllidir, müalicəsi də bəllidir və müalicəni də eləyirlər. Amma sosial-iqtisadi strukturdan asılı olaraq hardasa çoxalır, hardasa azalır. Var elmi yüklü xəstəliklər. Nə səbəbi bəllidir, nə müalicəsi bəllidir. İnterstal pnevmoniya, neyrofibromatoz, nə bilim, dağılmış skleroz, yaygın skleroz, bunlar bilinmir. İnsanlarsa milyardlarla dolları verirlər, bir tank diviziyasını yaradırlar, sonra milyard dolları verirlər, bir dənə samolyotlar, dronlar diviziyası yaradırlar. Sonra onları toqquşdururlar, neçə trilyon dollar havaya sovrulur. Tikilməmiş xəstəxanalar, tədqiq olunmamış xəstəliklər, bədbəxt insanlar. Kim bunu eləyir? Beynəlxalq imperialistlər və onların tulaları. Ona görə də bu xəstəlikləri Avropada var. Biz Çində də olmuşuq, Yaponiyada, Hindistanda, İngiltərədə, Almaniyada, Rusiyada, İranda, Xorvatiyada bir çox yerləri gəzmişik. Gəzmədiyimiz yerlərdən də məlumatımız var. Afrikanın bir neçə ölkəsində də olmuşuq. Ən yaxşı bugün Almaniyadadır. Amma nətər? Orada bir 50-60 min rəsmi mərkəzlər varsa, cəmi 200 inteqrativ onkoloji mərkəzləri var. Bax, o 200 dənə mərkəzləri kim tapıb gedib vaxtında onlara yanaşsa, orada IPT terapiya, hipertermiya, fotodinamik terapiya, psixoterapiya, dieta terapiya və digər üsullara kompleks şəkildə bir dəfəlik müalicəni doğru alsalar, tam sağalırlar. Bizdə biz neçə ildir, 15 ildir çalışırıq ki, Azərbaycanda heç olmasa bir mərkəz yaradaq, heç kəsə maraqlı deyil. Kimsə dəstək durmur, öz gücümüz də hələ ki çatmır. Və gələk orada əsas sualın əsas məsələsinə, ən çox ölüm riski yüksək olan xərçəng növləri hansılardır? Ən aşağı olanlar hansılardır? Mərkəzi vacib orqanları zədələyən şişlər, şiş atipik toxuma istənilən toxumadan, istənilən orqanda yarana bilər. Vacib orqanlar toxunan təhlükəlidir. Hansılardır? Beyin, qaraciyər, ağciyərlərin mərkəzi yerləşimlisi olan. Bunlar çox təhlükəlidir. Qida borusudur, bunlar çox təhlükəlidir. Qaraciyərdir. Mədə-altı vaz, qaraciyər, qida borusu, beyin, bunlar çox təhlükəlidir. Amma süd vəzidir, bağırsağın qırağıdır, ağciyərlərin qıraq hissələridir. Bunlar o qədər də təhlükə deyil, zaman var. Tez üstünə düşüb nəsə əməliyyat edib ya yığışdırmaq, nəsə eləmək mümkündür. Çətin xəstəliklər var. Sidik kisəsidir, böyrəkdir, sümüklərdir. Bunlar tez də inkişaf eləyə bilir, ləng də inkişaf eləyə bilir, amma çox da tez öldürmürlər. Fəsadlardan asılıdır. Xərçəngdən kimsə ölməyibdir. Xərçəngin fəsadından ölüblər. Qanaxmadan, ağrıdan, vacib orqanın işinin pozulmasından. Amma bir şiş xərçəng yaransın, donsun, qalsın bir yerdə, illərcə keçsin, o sizə narahatçılıq verən deyil. Orqanizm özü onu saxlayıb belə yox eləyə bilir, ya kapsullaşdıra bilir, ya nəsə bir təcrid eləyə bilir, hansısa bir variantda onu eləyə bilir. Əsas odur ki, insan məqamında gəlsin doğru həkimlərin, naturopat onkoloqların yanına, inteqrativ onkoloqların yanına. Mən Azərbaycanda ilk və yeganə inteqrativ onkologiya və baliologiya mərkəzinin rəhbəri kimi deyirəm ki, bizə müraciət edən ilkin xəstələri biz 90%-ni kömək eləyə bilirik. Cəmaət 100%-ni gözləyir. Hələ ki ona gücümüz çatmır. İndi biraz da savadımızı artıraq, 7-ci təhsilimizə alaq. Oradan yenə də onu eləyə bilərik. Amma hələ ki bunu bacarırıq, bunu deyirik. Həkim, tamaşaçılarımız soruşur ki, hansı qidalara üstünlük versək, ümumiyyətlə xərçəng xəstəliyinə yoluxmarıq. Varmı belə qidalar? Daha çox səhər, günorta, axşam hansı qidalara üstünlük verməlidirlər? Xərçəngin ən doğru müdafiəsi xəstələnməyəsən deyə xoşbəxtlik, Moşu demişdi. Onda qafiyəsi yoxdur. Xoşbəxtlik, saadət hissi yaşamaq. Elmi dildə desək, enkefalin və endorfinlərin daima üstün olmasıdır.
Amma xırdalasaq bu məsələni, biz cismani olaraq yediyimizdən ibarətik. Biz zehnisal olaraq biliklərimizdən ibarətik və biz ruhsal olaraq inanclarımızdan ibarətik. Əgər cismaniyə gəlsək ki, nələri yeyək ki, bunu qarşısına alsaq, çox sadə şeylərdir. Limon, ərik ya acı badam tumu, sarımsaq, zəncəfil, sarı kök. Bunları yeyin daima. Bunların tərkibində hamısı şişə əleyhinə olan vasitələrdir. Sarı kökü acı istiyotla, acı istiyot bir damcı olsa da bəsdir. Elə bil ki, mənim burada xüsusi reseptlərim var. Deyək ki, bir xörək qaşığı çətinə yağı, bir çay qaşığı sarı kök, bir cimdik təzə üldülmüş qara istiyot. Kifayət eləyir. Axşamlar bir stəkan qatıq, bir çay qaşığı sarı kök. Kifayət eləyir. Səhər-səhər quru stəkana bir çay qaşığı soda, adicə soda ya Almaniyanın alkala variantı ya Türkiyənin daha yaxşı variantı ya Rusiyanın ya nəysə, acana soda üstündən qaynar su, mütləq qaynar. Soda sönəndən sonra əlavə eləmək olar ya doşab, ya bal, ya nəsə belə bir şeylər, başqa bir şeylərdir. Biyan kökü ağciyər xəstəlikləri üzrə çox yaxşıdır. Yəni başqa şeylərdə. Yəni sodanı tək də içmək olar, nə-nəsə qatqı ilə eləmək olar, amma əsas qaynar su ilə. Bunlar kifayət edir ki, bədəni qələvləşdirəsiz, profilaktik xərçəngin qarşısını almış olarsınız. Nə ən çox yaradır xərçəngə səbəb? Turşulu mühit. Burada bir cədvəl var, mən bütün xəstələrimə bunu verirəm. Burada bədəni qələvləşdirən qidalar var, turşulaşdıran qidalar var. Bax, turşulu mühitdə şiş inkişaf edir. Turşulaşdıran da bizim bədənimizi ət məhsullarıdır, şirniyyatlardır, bir də un məhsullarıdır. Qısası, Azərbaycan xalqının sevdiyi kababdır, şirin çaydır, xəngəldir, olmaz. Yəni, malatı, quzatı, sənəyə şirniyyatı, bir də drojla olan, yəni maya ilə olan məmulatlar olmaz. Bax, bunlar xərçəngə yaratmır, amma mühit yaradır ki, orada o inkişaf edir. Ona görə də bir dolma yeyəndə, misal üçün, sağlam adama problem yoxdur. Orada ət turşulaşdırırsa, kələm, düyü qələvləşdirir, balans saxlanılır. Amma xəstə adamlar üçün mütləq lazımdır ki, ət yeməsi. Biraz qorxan adamlar üçün, köklüyə, şəkərə meyilli olan adamlar üçün malatı qəti qatağandır. Ayda ildə bir dəfə yesə problem yoxdur. Gündəlik rasionundan çıxmalıdır. Olmaz gündəlik rasionda onları istifadə eləmək. Ona görə vegetarianlar, veganlar, idmanla məşğul olanlar o daha yaxşıdır. Ət ye, sonra da çoxlu fiziki iş gör, problem yoxdur. Amma ət yeyib gedib ofis işində oturursansa, bütün günü oturaq şəraitdə, sonra stres, sonra çıxırsan araba ilə, tıxaclarla gedirsən harasa, sonra liftlə qalxırsan, evində də yenə oturursan, sən bu həyat tərzində yoxdur hərəkət. Bütün bu üç xəstəliyin, ürək-damar, şəkər və xərçəngin bir dənə obyektiv səbəbi var. Az hərəkətlilik, elmi dildə ona hipodinamiya deyilir. O az hərəkətlilik imkan vermir ki, əlavə yaranmış o enerjini yandırıb atasan. Artıq içiləndə dərd verir o da. Birinci saflığı varsa da suda. İncə bir saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Yəni, artıqlıq da, əskiklik də müəyyən qədəri pozur. Ət yemək yaxşıdır, amma kimə? Bizim əcdadlarımız uzun at sürərdilər, kötanın arxasında işləyərdilər, birdən qılınçla, saatlarla döyüşərdilər, nə bilim, başqa fiziki iş görərdilər, onlara ət lazım idi, yaxşı idi. Amma müasir insanlar üçün, yenə deyirəm, şəhərdə yaşayan insanlar üçün, istəyir Amerikada, Avropada, Rusiyada, Azərbaycanda, bu bir hərəkət, fiziksel hərəkət eləmirsə, o boyda əti yemək lazım deyil. Sən fiziki hərəkətivə görə kaloriyanı tənzimlə. İdmançısansa, zabitsənsə, hərbiçisənsə, filansansa, bəli. Ye, hərəkət elə, yaşa. Amma ofis işçisisənsə, bütün günü sən o fiziksel, yox, zehinsel iş görürsənsə və bədənsel olaraq çox fiziki iş görmürsənsə, o boyda yeməyə ehtiyac deyil də. O sənə artıq problemə yarada bilər. Bax, budur məsələ. Həkim, ümumiyyətlə, xərçəng xəstəliyinin cinsi aktivliyə təsiri olur. Məsələn, gənclər arasında xərçəngə yoluxma var və bu xəstəlik onların cinsi zəifliyinə gətirib çıxara bilirmi? Baxır, nə xəstəlikdir? Deyək ki, qadınlarda, cavan qadındırsa, uşaqlığı problemidirsə, uşaqlıq boyunu xərçəngidirsə, yumurtaqlıq xərçəngidirsə, uşaqlıq xərçəngidirsə, əlbəttə təsir eləyir. Cavan kişidirsə, xaya xərçəngidirsə, əlbəttə ki, təsir eləyir. Və ümumiyyətlə, ağır xəstəliyin əks sədası, doğru yanaşmaması,
rəsmi onkoloqların onların qorxutması onların bütün həyat eşqini öldürür. Cinsi həvəs də həyat eşqindən irəli gəlir. Sən əgər özünü qoruya bilmirsənsə, sən nəslini nətər artırarsan? Cinsi həvəssə o nəsil artırmaq həvəsindən irəli gəlir, zövq almaq həvəsindən irəli gəlir. Sənin yaşamaq istəyin, həvəsin yoxdursa, sən qorxu içindəsənsə, sən öz sevgimi kimdən paylaşa bilərsən? Sən yalnız öz qorxulu və zəhərli kimlənsə paylaşa bilərsən. O da kimə nəyə lazımdır? Onun əlbəttə ki, burada psixoloji amillər də var, burada birbaşa fiziksel amillər də var. Daha çox psixoloji amillər, 99% psixoloji amillər insanın xərçəng xəstəlik olanda cinsi həvəsini söndürür. Amma elə xəstələr də var ki, xəstəliyini qəbul eləmirlər, qəbullanmırlar və onlarda cinsi pozğunluğu yoxdur. Yəni xərçəng fiziksel olaraq. Deyək ki, süd vəzi xərçəngi cinsi zəifliyi azaltmır. Yaxud da ki, bağırsaq xərçəngi cinsi fəaliyyəti azaltmır. Amma onun qorxusu, aparılan tədbirlər, biopsiya, kimyasal, filan, bəsməkan, onlar ümumiyyətlə həyat eşqini azaldır deyə bunu da azaldır. Bəs dəri xərçəngindən və prostatdan sağalma necə? Mümkündürmü? Onlardan da yəni vaxtında müalicə olunsalar, insanlar daha tez sağala bilərlərmi? Mümkündür sağalmaq. Ümumiyyətlə bütün xərçəng xəstəlikləri növündən asılı olmayaraq çox rahat sağalır. Amma rəsmi yolunda yox, doğru yolda. O ki qaldı məhz prostata görə o da sağalır. Dəri xərçəngi çox asandır. Fotodinamik terapiya deyilən bir üsulu var. Onunla çox rahat yerli məsələlər həll olunur və dediyim kimi də daxili ekologiya düzələrsə, dəri problemi deyil, bu bədənin problemidir, dəridə təzahür edir. Bu orqanizmin problemidir, deyək ki, hansısa süd vəzində ya prostat vəzində təzahür edir. Bu tam ayrı bir şeydir. Siz təzahürlərlə işləyirsinizsə, o yanlış yoldur. Əgər siz hansısa bir elektrik cihazı səyriyirsə, siz elə bilirsiniz ki, o xarabdır, onu deyək ki, lampçıqasıdır. Dəyişirsiniz, sonra görürsünüz ki, yenə səyriyir. Sonra o birisi havadanır, bu birisi havadanır. Başa düşmürsünüz ki, burada bir dəfəlik naqil dəyişməlidir. O naqildə qısa qapanma baş verir. Sən onları dəyişməklə, görünən şeyi dəyişməklə o düzəlmir axı. İnsanın gözündə problem var, gözünü çıxardırlar. Amma o göz problemi deyil axı. Qulağında problem var, qulağını kəsirlər. O qulaq problemi deyil axı. Süd vəzində problem var, süd vəzini kəsirlər. O süd vəzi problemi deyil, o bədənin problemidir. O kökünü tap, o naqili düzəlt, onlar da rahat işləsin. Həkim, çox sağ olun, təşəkkür edirəm, minnətdarım. Mən sizə təşəkkür edirəm, sağ olun.